1 xörək qaşığı duz da əlavə edirik. Küftələr üçün bizə 500 qram mal eti, 1 baş soğan, 50 qram yumru düyü, duz, istiot, paprika, sarı kök, göyərti, nanə əlavə olunur. Əti yaxşıca yoğurduqdan sonra küftə formasında formalaşdırırıq. Hər küftənin içinə 1 ədəd alça qurusu qoyub, qaynar su ilə əllərimizi isladıb, küftə formasında formalaşdırırıq. Kartoflar biraz bişdikdən sonra küftələri qazana əlavə edirik. Üzərinə qara istiot və nanə əlavə edirik. Vam odda 30 dəqiqəyə küftə yeməyimiz hazır olur. Küftə yeməyimiz hazırdır. Nuş olsun. Kanalıma abunə olub bəyənməyi unutmayın.